Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün bərabərsizliklər bölməsinin ikinci alt başlığına baxacağıq. Bu bölmədə əslində çox bir qayda yoxdur. Sadəcə nəyi bilməlisiniz? Əsas bilməli olduğumuz sistemlə heyətin fərqidir. Sistem deyəndə uşaqlar biz əslində iki dənə deməli bərabərsizliyin həllər çoxluğunun kəsişməsini axtarırıq. Məsələn, x böyükdür 6-dan, x kiçikdir 9-dan desəm, onda mənim axtardığım ədədlər 6 ilə 9 arasında olacaq. Çünki burada qeyd edirəm 6-nı və 6-dan böyüklər lazımdır bizə. Bir də 9 ədədindən kiçiklər lazımdır. Nə oldu kəsişmə? 6-9 arası. Amma bu heyət olsa, bu zaman birləşmə götürürük. Yəni bizə deyir ki, 6 ədədindən kiçiklər, daha doğrusu böyüklər, 6-dan böyüklər, bir də 9-dan kiçiklər. Birləşmə nə oldu? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Çünki mənfi sonsuzluqdan gəldin, buradan 9-a qədər, bir də altdan sağa getdiyin üçün. Yəni bir xətti belə sayırıq biz burada. Çünki birləşmə deyəndə iki çoxluqdan heç olmazsa birinə aid olan elementlər lazım idi bizə. Ona görə birləşmə deyəndə bu cür yazacağıq. Bu heyət ya da külli adlanır. Bəzən buna külli də deyirlər. Ya da burada yazılıb, bax, heyət deyirlər. Sistemdəki, burada qeyd olunub, sistemdə kəsişmə axtarılır. Yəni, təməl fərqimiz budur. Qalan məsələləri elə bir yerdə yazacağıq. Başlayaq birinci sualımızdan. Bərabərsizliyini həll eləyin deyir. Deməli, uşaqlar, bu sualda fikir versəz, aşağı mənfi bir ifadədir. 2 minus kökdə 5. Mən 2-ni kökdə 4 kimi yazsam, aydın görə bilərəm ki, bura mənfidir. Məxrəc mənfi olduğu zaman, onda gərək sürətin işarəsi nə olsun? O da gərək müsbət olsun ki, mən müsbəti mənfiyə bölüm, cavabımız mənfi olsun. Bax, aşağının mənfi olduğunu konkret bilirik. Onsuz da burada bir dəyişən yoxdur axı. Burada ədədlər var. Bura mənfidir. Mənə sadəcə bunun işarəsi maraqlıdır. Mənfi olduğu üçün sürət də gərək müsbət olsun ki, cavabımız müsbət alınsın. Mənfi alınsın daha doğrusu. Yəni, müsbəti mənfiyə bölək, mənfi alınsın. 7-ni atdım o tərəfə. Hər tərəfi 3-ə bölsək. X böyükdür. Mənfi 2/3-də 1. Varmı belə bir şey? Baxın. D variantı. Yəni, mənfi 2/3-də 1-dən müsbət sonsuzluğa gedirik. Növbəti sualımız. Deyir ki, bu bərabərsizliyini həll edin. Həll eləyək. Deməli, uşaqlar, belə bərabərsizliklərdə bizim məqsədimiz x-i tək saxlamaqdır. X gərək tək qalsın ki, biz bunu rahat həll eləyə bilək. Buradan 4 var. Baxın, məxrəcdə 2 olduğu üçün hər tərəfi 2-yə vuracam. Buranı da 2-yə vuracam. Bunu da 2-yə vuracam. 2-ni vuranda mənfi 3-ə, mənfi 6. Bu 2 ilə bu 2 getdi. Burada qaldı 4 minus 5x. Burada 8 aldım. İndi isə bizə problem yaradan burada 4 var. 4-dən qurtulmaq üçün hər tərəfdən 4 çıxıram. Mənfi 6-dan 4 çıxsa mənfi 10. Burada 4-lər getdi. Mənfi 5x. Və də 8-dən 4 çıxsam 4 qalır. Ondan sonra hər tərəfi nə edəcəm? Mənfi 5-ə böləcəm. Niyə? Çünki x tək qalsın. Hər tərəfi mənfi 5-ə böləndə nə baş verir? Birinci mənfi 10-u mənfi 5-ə böldün, 2 oldu. Mənfi 5x-i mənfi 5-ə böldün, x oldu. 4-də böldüm mənfi 5-ə, mənfi 10-8 oldu. 4-ü 5-ə böldüm. Aşağıdan yuxarını 2-yə vursan 10-8 olduğunu görərsən. Bir də nə olmalıdır? İşarə dəyişməli təbii ki. Çünki niyə işarə dəyişir? Fikir versəz, bura müsbətdir, bura mənfidir. Həm buradan görə bilərsiniz, həm də ki, hər tərəfi mənfi nəyəsə böləndə işarə təbii ki, dəyişməlidir. Birinci bölmədə bundan danışmışdıq. Ona görə birinci bölmədəki oradakı teoremləri və isbatları yaxşı bilmək lazımdır. Deməli, x-imiz oldu mənfi 0.8 ilə 2 parçasında. Varmı belə bir şey? D variantında var imiş. Üçüncü sual tam olaraq eyni sualdır. Yenə məqsədimiz x-i tək saxlamaqdır. Görək nə edəcəyik. X bölü 3 üzərinə gəl 1, burada yenə 3. Əvvəlcə hər tərəfi 3-ə vururam. Məqsəd odur ki, bura yoxa çıxsın buradakı məxrəc. 2 dəfə 3, 6. 3-ü bura vurduğumuz zaman, baxın, istəyirsiniz ayrı-ayrı yazın. Bir də 3-ü 1-ə vuracaq. Bu da oldu 9. 3 ilə 3 getdi. X üstə gəl, 3 burada alındı, 9. İndi bizim məqsədimiz x tək qalsın deyə hər tərəfdən 3 çıxacam. 6 çıx 3, 3 oldu. 3 dəli islah getdi və 9-dan 3 çıxanda 6. Deməli, 3-6 parçası olacaq.
Bu da C variantı. Sonra gəldim 4-cü suala. Bərabərsizliklər sisteminin ən böyük tam həllini tapın. İndi uşaqlar, burada sistem deyirsə nə etməliyəm? Mən aldığım cavabları axırda kəsişdirməliyəm. Sistem deməsinin səbəbi odur. Burada x-i tək saxlayaq. Bura atıram, 8-i bura atıram. X bir tərəfdə qalsın. 3x üzərinə gəl 2x. Burada isə hər tərəfi 5-ə vuracam ki, məxrəc qalmasın. 5x oldu. Bir də 5-i bu bir ifadəyə vursam nə olar? Məxrəc gedər. Alınacaq x minus 4. Bir dəfə də 5, 5. Bax, bunu bütöv 5-ə vurdum. 5-ə vura bilirsiniz də yəqin ki, 5 dəfə x. Bura vurduqda məxrəc gedir. Bir də 1-i 5-ə vurdum, getdi. Ondan sonra buradan aldım 20, bu tərəfdə 5x. Məxrəcdə isə, məxrəc deyirəm özünə, aşağıdakı ifadə isə x üzərinə gəl 4, böyükdür 5. Ən sonda, burada hər tərəfi 5-ə bölsək, 20-ni 5-ə böldüm 4, burada isə x qaldı. X deməli 4-dən kiçik olmalıdır. Aşağıda isə 4x alındı. 4-ü sağa atsam, 5-dən 4 çıxdım, 1 oldu. Ən nəhayətində x-imiz deməli 4-dən kiçikdir. Bu görünür. Bir də x-imiz böyükdür 4-də 1-dən, hər tərəfi 4-ə böldüm. İndi 4-də 1-dən böyük, 4-dən kiçik. Ən böyük tam həll nə olacaq uşaqlar? Cavabımız isə 4-də 1 ilə 4 arasında ən böyük tam həll burada 3 olur. Çünki niyə? 4-ün özü ola bilməz. 4 daxil olmadığı üçün 4-dən kiçik 3-ü götürdüm. Maraqlı bir sualdır. 5-ci sual. Yenə də eyni şeylər edəcək. Birinci uşaqlar, yuxarıda hər tərəfi vuracam nəyə? 2-yə vuracam ki, məxrəc qalmasın. 2-yə vurdum yuxarını. Buranı da 2-yə vurdum. 2 dəfə 6x. 12x. 2-ni bura vurduğun zaman məxrəc yoxa çıxır. Çıxılsın. 9x minus 3. Bir də işini 2-yə vuranda 4 alınır. Burada işini 2-yə vurduq. Burada isə nə edək? 18-i bura ataq. Birinci tərəfə 18 müsbətləşdi. 3 elə mənfi idi. 2x-i sağa atsam, bu da çıxılacaq. Sonra yuxarıda aldım 12x, çıx 9x, üzərinə gəl 3, böyükdür 4-dən. Burada isə 15 alındı, bu tərəfdə 3x oldu. Sonra 3x, çıxdım bunları. 3-ü bərabərsizliyin sağına atsam 1 olacaq. Burada hər tərəfi 3-ə bölsəm 5, x kiçikdir 5-dən. Nəhayət. Hər tərəfi burada 3-ə bölsək nə olacaq? X böyükdür 3-də 1. Ya da 1-i 3-ə bölsək belə deyək. X 3-də 1-dən böyükdür. Burada isə x 5-dən kiçik idi. Bu x 5-dən kiçik deməkdir. Yerini dəyişə bilərsiniz. Simmetrik olmamaq xassəsi. Onda biz tapdıq ki, bizim x-imiz 3-də 1-dən böyükdür. 5-dən isə kiçikdir. Yəni bunu hər dəfə uşaqlar belə yazmağa ehtiyac yoxdur. Bunu yazım. 3-də 1-i qeyd edeyim. 3-də 1-dən böyüklər. 5-i qeyd edeyim, 5-dən kiçiklər. Hə, onda kəsmə 3-də 1, 5 alın. Görürsən onsuz da. 3-də 1-dən böyük, 5-dən kiçik nə olacaq? 3-də 1 ilə 5 arası. Ən böyük tam həlli nə olar uşaqlar? 5 ola bilmədiyinə görə 4 deyirik. Doğru cavabımız C variantı. Sonra davam edək. A parametrinin hansı qiymətlərində deyir ki, AX böyükdür 4 və X kiçikdir 4 bölü A bərabərsizlikləri eyni güclüdür. Yəni eyni olacaq bunların həllər çoxluğu. Mən də fikirləşirəm ki, bizə belə bir ifadə verib əgər. AX böyükdür 4. Və burada X kiçikdir 4 bölü A. Nə ediblər? Hər tərəfi A-ya bölüblər. X-in tək qalması üçün. Elə deyilmi? Aynen A gedib, burada X qalıb, burada isə 4 bölü A qalıb. Nə zaman işarə dəyişməzdir? Əgər böldüyümüz bu A ki var, bu müsbət olsa, hər tərəfi A-ya böldüyün zaman işarə dəyişməz. Amma A əgər mənfi olsa, nə olar? İşarə dəyişər. Hər tərəfi mənfi nəyəsə böldüyün zaman işarə dəyişirdi. Yenə bax, birinci dərsdə bunların hamısını danışmışıq uşaqlar. Ona görə o dərsi yaxşı bilmək lazımdır ki, burada əziyyətiniz olmasın. Orada hər şey var. Bu sadəcə onun tətbiqidir əslində. Dedim ki, hər tərəfi A-ya böldüyümüz zaman işarə o zaman dəyişməzdir ki, A müsbət olsun. Yəni böldüyümüz nəyə bölmüşüksə o müsbət olsun. Burada da A fikir versəz mənfi imiş ki, nə olub? İşarə dəyişib. Demək ki, A-nı biz buradan mənfi qəbul edəcəyik. Sən burada fikir verin, nə ediblər? 7-ci sualda. Elə oxşar sualdır. Bu dəfə də nə ediblər uşaq fikir verin. Hər tərəfi A-ya vurublar. Bunu da A-ya vurub, bunu da A-ya vurub. Burada A-lara gedib X alınıb, burada 6 alınıb. Hər tərəfi mənfi nəyəsə vurduğum zaman işarə dəyişir. Deməli A burada mənfidir. Əgər işarə eyni qalsa, deyərdim ki, deməli A bizdə müsbət imiş. Hər tərəfi müsbət nəyəsə vurduğu üçün işarə dəyişmir. Halbuki burada işarə dəyişmir. Deməli mənfi imiş. D variantı.
Məntiqi anlayırıqmı? Hər tərəfi mənfi nəyəsə vursan da, bölsən də işarə dəyişər. Birincidə hər tərəfi A-ya bölmüşdülər, ona görə işarə dəyişmişdi, çünki A mənfi idi. İkincidə isə hər tərəfi A-ya vurublar. Məsələ bitdi. Düzdür, vurublar, bölüblər deyən olsa, burada biri o birinin vurulması, biri bölünmüşdür də. Məsələn, bunu A-ya bölərsən, bunu vurarsan A-ya. Bundan bunu almaq üçün, buradan bunu almaq üçün. Sadəcə birinci bunu veriblər deyə deyirəm. Eyni şey dəsin. Hər ikisində var o xassə. Ona görə belə bir sual. Deməli, A gələ mənfi olsun ki, hər tərəfi mənfi nəyəsə vurduğun zaman, böldüyün zaman işarə dəyişsin. Şimdi deyirəm, bunu başa düşdük. 8 suallar təkrar sualdır əslində. Bayaq bunu görmüşdük ki, bayaq sadəcə nisbət kimi vermişdi bizə, indi isə hasil kimi verib 7 minus 2x böyükdür 0. Hasil deməli müsbət imiş, burasını bilirəm. Bir də bax, buranın mənfi olduğunu bayaq görmüşdük. 2 nə idi bizdə? Kökdə 4 deməkdir, kökə salsaq. Kökdə 4-dən kökdə 5 çıxsan cavab mənfidir təbii. Kiçikdən böyük çıxırsan. Onda gərək bu ifadə də mənfi olsun ki, yekun hasilimiz nə olsun? Müsbət olsun. Yəni mənfini mənfiyə vurarsan ki, müsbət alınsın. Onda 7 minus 2x 0-dan kiçik olsun. 2x o tərəfə adaq istəyirsiniz. Sonra hər tərəfi bölə 2-yə. X tək qalsın. 3 onda 5. X deməli 3 onda 5-dən böyükdür. Yəni 3 onda 5-dən müsbət sonsuzluğa. Varmı belə bir şey? Var imiş B variantında. Yəni eynən bayaqki sual kimidir. Sadəcə orada nisbət idi. Burada isə hasil. Fərqi yoxdur. Eyni şeydir onsuz da. 9 da 8 ilə eynidir. Yenə burada 3-ü yazaq kökdə 9 kimi birbaşa görəsiz. Kökdə 10 vurulsun. 2x çıxılsın 5 kiçikdir 0. Bax, bura nə olacaq? Mənfi. Ona bura görə nə olsun? Müsbət olsun ki, hasilimiz yekunda mənfi alınsın. Mənfini müsbətə vurarıq ki, cavabımız mənfi olsun. Onda 2x minus 5 müsbətdirsə əgər 5-i atdım o tərəfə, böyükdür 5-dən. Hər tərəfi 2-yə böl. 2-lər getdi, x qaldı. 5-i də 2-yə böldün, 2 onda 5. Yəni 2 onda 5-dən müsbət sonsuzluğa. Varmı belə bir şey? Burada var imiş. 10-cu suala baxaq. Deyir, y-in hansı natural qiymətlərində ikəldisinin qiyməti bu ikəldisinin qiymətindən kiçik deyil. Çox gözəl bir məsələ deyilmi? Kiçik deyil demək nə deməkdir? Ya böyükdür, ya da bərabərdirlər. Böyük də ola bilər, bərabər də ola bilər, birdən kiçik olmasın deyir. Bu nəyə oxşuyur? Bir ədəd mənfi deyilsə, onda mütləq müsbətdirmi? Xeyr, 0 da ola bilər. Mənfi deyilsə, müsbət yaxud 0-dır. Bu da onun kimi. 3y üzərinə gəl 5. Burada isə 5y çıxılsın 2. Bu ifadə bundan kiçik deyilsə nədir? Böyükdür, yaxud bərabərdir. Ondan sonra 3y ora ataq, 2-ni bura ataq. 5 üstə gəl 2. Burada isə 5y çıxılsın 3y. 7 aldım burada. Bu da nə oldu? 2y oldu. Deməli, hər tərəfi 2-yə bölsəm, y tək qalacaq. 3 onda 5-dən nə olmalıdır? Kiçiklər. Yəni 3 ola bilər, 2 ola bilər, bir də 1 ola bilər. Naturallıqdan danışırsa, yəni A variantı 1, 2, 3. 11-ə baxaq. 11-də uşaqlar ümumi interval kimi, aralıq kimi istəyir bizdən. Tapacaq. Yenə 3y üzərinə gəl 12 nə olmalıdır? 9-dan böyük deyil. 9-dan böyük deyilsə, ya kiçikdir, ya da ki 9-a bərabərdir. 2 hal var. 9-a bərabər ola bilər, bir də 9-dan kiçik ola bilər. Mən də buna görə nə edirəm? 12-ni atıram o tərəfə. Y qoy tək qalsın. Alıram burada mənfi 3. Sonra hər tərəfi 3-ə bölürəm. Olur y kiçik bərabərdir mənfi 1. Yəni mənfi sonsuzluqdan mənfi 1-ə qədər gələ bilərsən. Varmı belə bir şey? Var imiş. 12-yə baxaq. Deyir, heyəti həll edin. Bayaq müəllim sizə demişdi ki, heyət deyəndə söhbət birləşmədən gedir. Yəni alacağımız cavabları birləşdirəcək. Belə kvadratik bir mötərizə görəndə cavabları birləşdiririz. 2-ni ataram o tərəfə. 3x böyükdür 21-dən. 5-i ataram bu tərəfə. 2x kiçikdir 6-dan. Buradan x böyükdür 7. Hər tərəfi 3-ə böldüm. Burada hər tərəfi 2-yə bölərəm. X kiçikdir 3-dən. Demək ki, biz nə etməliyik? Burada 7 almışdım. Bəli. Biri mənə deyir ki, 3-dən kiçiklər. O biri deyir ki, 7-dən böyüklər. Bunların kəsməsini desəydi, boş çoxluq deyərdim. Bu uşaqları çaşdırmaq üçün. Amma bu birləşmə deyil axı. Ona görə burada bir xətt olanları da götürürəm, 2 xətt olanları da. 2 xətt yoxdur onsuz da. Heç olmazsa bir xəttləri götürürəm. Mənfi sonsuzdan 3-ə qədər birləşir 7-dən müsbət sonsuzluğa. Bu da C variantında varmış. Yəni uşaqlar, birləşmə deyəndə nə fikirləşirsiniz? Bir xətt olan da götürülür, 2 xətt olan da götürülür. Məsələn, 2 dənə çoxluğun birləşməsini götürəndə bir element
Yalnız bir çoxluqda da olsa götürürsən, hər iki çoxluqda da olsa götürürsən. Çoxluqların birləşməsi. Bu da onun kimidir. Birləşdirir bu cavabları. Bu da olur bu cür. İndi növbəti sualımıza baxaq. Yenə deyir ki, bu heyəti həll edin. Əvvəlcə yuxarıdan nə yazacağam? 2-ni atdım bərabərçiliyin sağına. 5x böyük bərabərdir 30. 5-i atdım o tərəfə. 3x kiçikdir 9. Yuxarıda hər tərəfi 5-ə bölsəm, böyük bərabər 6 oldu. Burada hər tərəfi 3-ə bölsəm, x kiçikdir 3 oldu. Deməli, 3-dən kiçik, 6-dan böyük bərabər. Buraya 3 yazıram. 3-dən kiçiklər. Bir də 6-dan böyük bərabər. Məsələn, burada əgər sistem olsaydı, cavab boş çoxluq. Çünki bunlar kəsişmə, amma heyəti olduğu üçün birləşdirirsən, cavab nə olacaq? Mənfi sonsuzluqdan gəlirsən 3-ə qədər. 3 daxildir, birləşir. 6 daxil, müsbət sonsuzluq. Varmı elə bir şey? A variantında var imiş. 14-ə baxaq. Bərabərsizliklər heyətini həll edin deyir yenə də. Həll eləyək. 3-ü ataram bərabərsizliyin sağına. 4x böyükdür 16. Burada isə 2-ni ataram bu tərəfə. 3x kiçikdir 18. Yuxarıda hər tərəfi 4-ə bölsə, x böyükdür 4-dən. Aşağıda hər tərəfi 3-ə bölsə, x kiçikdir 6-dan. 4-dən böyük, 6-dan kiçik. Buraya yazıram 4. 4-dən böyüklər. Buraya yazıram 6. 6-dan kiçiklər. Birləşmə nə oldu uşaqlar? Bütün ədəd oxu oldu. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Çünki niyə? Bir xətt olanı götürsəm, onsuz da buradan gəlirəm 4-ə qədər. 4-dən də 6-ya qədər 2 dənə xətt var. 6-dan da sağa 1 dənə xətt var. Demək ki, nə oldu? Bütün ədəd oxu seçilmiş oldu. Məsələ bitdi. Bu da oldu B variantı. Baxaq 15-ci suala. Yenə uşaqlar təkrar suallardır bunlar. Hamısı heyətə aid. Heyətə aid bir xeyli sual var. Deməli uşaqlar imtahana yenə belə bir şey düşə bilər. Ona görə diqqətli olmaq lazımdır. Deyir ki, bərabərsizliklər heyətini həll eləyin. Gəlin həll eləyək. Birinci 4-ü ataq bərabərsizliyin sağına. 2x böyükdür 10. Burada 2-ni ataq. 5x kiçikdir 40. Yuxarıda hər tərəfi 2-yə bölsən, x böyükdür 5 olar. Aşağıda hər tərəfi 5-ə bölsən, x kiçikdir 8 olur. Deməli, biri mənə deyir ki, 5-dən böyüklər olsun. Götürdüm. O biri deyir ki, 8-dən kiçiklər olsun. Kəsişmə olsa cavabımız bəli, 5-8 intervalı olardı. Amma burada birləşmə dediyi üçün hamısını götürürəm. Yəni, qısaca mənfi sonsuzluq, müsbət sonsuzluq, hər şey götürdüm. C variantı. Bir dənə xətti də sayırsan, 2 xətti də sayırsan, məsələ bitdi. Yalnız xətt olmayan yerləri saymırıq təbii ki. Məsələn, 16-da görək elə bir şey varmı? 16-da görək nə var? Deməli, buradan 6x-i saxla. 1 atdım bərabərsizliyin sağına. 30 oldu burada. 4-ü atdığımız zaman da nə oldu? 15 oldu. Ondan sonra burada hər tərəfi bölsəm 6-ya, x böyük bərabər 5. Burada hər tərəfi bölsəm 3-ə, x kiçik bərabər 5. Burada yenə təbii ki, mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Çünki niyə? Deyir ki, 5 və 5-dən böyükləri götür. Bir də 5 və 5-dən kiçikləri götür. Onda nə oldu? Bütün ədəd oxunu götürmüş oldu. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Məsələ bitdi. 17-yə baxaq. Çünki uşaqlar, burada heç nə qalmadı. Fikir versəz, 5-i götürdün, 5-dən çoxları götürdün, 5-i götürdün, 5-dən azları götürdün, onda hər şey götürdün də. Heç nə qalmadı. Mövzu o idi. 17-də eyni məsələlərdir. Atdım 2-ni sağa, 14 oldu. Burada 3-ü atdım sağa, 8 oldu. Yuxarıda hər tərəfi 7-yə bölsəm, x böyük bərabər 2. Aşağıda hər tərəfi 4-ə bölsəm, x kiçik bərabər 2 oldu. Onda yenə də 2 və 2-dən böyüklər, 2 və 2-dən kiçiklər, onda mənfi sonsuzluq, müsbət sonsuzluq. Bütün ədəd oxu seçilmiş oldu. 18-ə baxaq. 18. Heyətimiz var. 3-ü atdım bərabərsizliyin sağına. Böyük bərabər 8. Burada 2-ni atdıq. Kiçikdir 20. Yuxarını 2-yə bölsəm, x böyük bərabər 4 olar. Buranı 5-ə bölsəm, x kiçikdir 4 olar. Deməli, yenə də eyni şeydir uşaqlar. Sadəcə burada bir fərq var ki, 4 buradan daxil deyil, amma heç nəyi dəyişmir bu. Niyə dəyişmir? Yəni, məntiqi düşünək. Biri bizə deyir ki, 4 daxildir, bir də 4-dən böyükləri götür. O biri deyir ki,
4 daxil deyil, 4-dən kiçikləri götür. Onsuz da mən 4-ü götürmüşdüm də. 4 daxil olsa da, olmasa da digər tərəfdə olduğu üçün artıq götürülüb. Bu 4-dən kiçikləri götür deyir. Bu da 4 və 4-dən böyükləri götür deyir. Onda hər şeyi götürdüm. Müəllim belə olsa nə olardı? Yenə cavab eyni olardı. Çünki bir tərəfə daxil olduğu zaman o birinə daxil olmasa da olar. Bunu sizə çoxluqlarla belə göstərir. Məsələn, deyək ki, A çoxluğunda 1, 2, 3 var. Məsələn, B çoxluğunda 1 və 2 var. Birləşmə nədir? 1, 2, 3. Mən bura əlavə 3 yazsam məsələn. Birləşmə nədir yenə? Yenə 1, 2, 3. Olsa da olmasa da burada olduğu üçün burada 3'ü yazmaz. Hətta burada 2'ni də yazmazsan yenə də birləşmə 1, 2, 3'dür. Birində var deyə kifayət eləyir. Eynən o cür düşünürsünüz. Bu da çoxluqların birləşməsi kimi düşünülə bilər. 19'a gələk. 3x var. 2'ni sağa atsam 18 oldu. Burada 1'i sağa atsaq 4x kiçikdir 24 oldu. Hər tərəfi yuxarıdan 3'ə böldüm. X böyük bərabər 6. Buradan 4'ə böldüm. X kiçikdir 6. Yenə də 6 yazdım. 6 daxil deyildi, 6'dan kiçiklər. Sonra isə 6 daxil olmaqla 6'dan böyüklər. Deməli, hər şeyi götürdük. Ona görə mənfi sonsuzluq, müsbət sonsuzluq. Yəni, C variantı oldu. Gəldim 20'ye. 20'də nə deyir bizə? Deyir 4'ü sağa at, 14 olar. Burada da 2'ni sağa at, 35 oldu. Hər tərəfi yuxarıda böldüm 2'yə. X böyükdür 7. Buradan 5'ə böldüm. X kiçikdir 7. Hə, görək bu nədir? 7 var. Daxil deyil, 7'dən böyüklər. 7 yenə də daxil deyil, 7'dən kiçiklər. Demək ki, 7 heç birində olmadığı üçün 7'ni cavabda götürə bilməzsən. Deməlisən ki, mənfi sonsuzluqdan 7'yə qədər gəldim, birləşirəm. 7'ni götürmə, 7'dən müsbət sonsuzluğa. Yalnız buradan sanki uşaqlar biz nə elədik? 7'ni çıxartdıq. Yəni mənfi sonsuzluq, müsbət sonsuzluq çoxluğundan bir dənə 7'ni götürdüm. 7 olmaz. Qalan hər şey olar. Ona görə D variantı doğru cavabdır. 21'ə baxaq. 21. Bitmədi bu suallar. 2'ni atdıq bu tərəfə. 3x böyükdür 24. Buradan 3'ə atdıq o tərəfə. 4x kiçikdir 32. Yuxarıdan hər tərəfi 3'ə bölsəm x böyükdür 8. Aşağıdan 4'ə bölsəm x kiçikdir 8. Deməli 8'in özü yoxdur. 8 daxil olmadan 8'dən böyükləri götür. Bir də 8 daxil olmadan 8'dən kiçikləri götür. 8 heç birində olmadığı üçün mənfi sonsuzluqdan 8'ə qədər gəldim, birləşdi. 8'dən müsbət sonsuzluğa. Qəşəng yazaq. Varmı belə bir şey? A variantı. Mənfi 8'in dəxli yoxdur bu uşaqlar. Çaşdırmaq üçün veriblər bunu bizə. 22. Bərabərsizliyin ən böyük mənfi tam əlini tapın. Gözəl sualdır. X minus 1,4. Baxın, bu pi nədir uşaqlar? Təqribən 3,14'dür. Elə deyilmi? Amma 19 nədir? Kökdə 19 kökdə 16'dan böyükdür. Bu böyükdür kökdə 16. Bu da razı. Deməli, bu 4'dən böyükdür də. Yəni, bu əslində təqribən 4 tam nə qədərdir? Kökdə 19, kökdə 16 ilə kökdə 25 arasında olduğu üçün, burada kökdə 25 yazın. Deməli, bu 4 ilə 5 arasındadır. 4 ilə 5. Onda 4 tam nə qədərdir? İndi 3 tam nə qədərdən 4 tam nə qədər çıxsan, cavab nə olar? Mənfi olar. Çünki niyə? Kiçikdən böyük çıxırsan. Bir təzədən burada yazım. Pi çıxılsın kökdə 19. Bu təqribən 3,14 olsun. Bu da 4 tam nə qədər olsun. Çıxdığın zaman cavab nə olar? Mənfi olar təbii ki. Aşağı mənfidirsə, onda gərək yuxarı nə olsun ki, yekun nisbətimiz müsbət olsun. Yuxarı müəllim ya müsbət olar, ya da 0 halı var deyə 0 olar. Yəni sürətimiz ya müsbət nəsə olar, müsbəti mənfiyə bölərsən. Daha doğrusu mənfi nəsə olar. Mənfi olsa çünki niyə? Mənfini mənfiyə böldüm, cavabımız müsbət oldu. Bir anlıq uşaqlar. Fikrim yayındı. Mənfini mənfiyə bölərəm, cavabımız müsbət olar. Ya da ki 0 olsa, 0'ı da nəyə bölürsən böl, cavab nədir? Yenə də 0'dır. İki hal var da, böyük bərabər 0 demək, soldakı ifadə ya müsbət olsun, ya da 0 olsun deməkdir. Mən də baxıram ki, sürət deməli mənfi olsa, məxrəc də mənfi olduğu üçün böldüyüm zaman müsbət alınar, düzdür. Bir də sürət 0 olsa, cavab 0 olar, düzdür. Deməli, kiçik bərabər 0 yazmaq lazımdır. 1/4'də sağa atdığın zaman məsələ bitdi.
Bunun ən böyük mənfi tam əli nə olacaq? Mənfi 1 olacaq da. Çünki niyə? Bizə nədir? Deyir ki, mənfi sonsuzluqdan 1/4-ə qədər gəl. Bu çoxluqda ən böyük mənfi tam əl mənfi 1-dir. Ümumiyyətlə, bunlar içərisində ən böyük mənfi ədəd hansıdır? Mənfi 1-dir. O burada varmı? Əlbəttə var. Burada bütün mənfi ədədlər var. Çünki niyə? 1/4-ə qədər gəlmək demək, artıq mənfi sonsuzluqdan 0-a qədər gəlmisən. Elə deyilmi? Burada onsuz da bütün mənfilər var. Hələ davam da eləmirsən, bura qədər gəlmirsən, bu heç. Bütün mənfilər varsa, bütün mənfilər içərisində ən böyük mənfi tam əl mənfi 1-dir təbii ki. Ən kiçik yoxdur, amma ən böyüyü var. Məsələn, ən kiçik natural ədəd hansıdır uşaqlar? 1-dir. Ən kiçiyi var, amma ən böyüyü yoxdur. Mənfidə isə ən böyüyü var, ən kiçiyi yoxdur. 23. Bərabərsizliyin ən böyük mənfi tam əlini tapın. Yenə eyni şeydir uşaqlar. Bu deməli 3,14-dür təqribən götürsək. Bu da təqribən nədir? 4 tam nə qədər? Cavab deməli mənfidir. Çünki kökdə 17 də kökdə 16-dan böyük olduğu üçün o da 4 tam nə qədərdir. Deməli kiçikdən böyük çıxdığımız üçün məxrəc nə oldu? Mənfi oldu. Məxrəc mənfidirsə, sürət nə olar onda? Əgər cavab yekunda müsbət çıxıbsa, burada gərək mənfi olsun ya da 0 olsun ki, 0-ı nəyəsə böldüyümüz zaman 0-ı ala bilim. Onda bizdəki bu x minus 1/5 ifadəsi ya mənfidir ya da nədir? 0-dır. Bunu atdım sağa. 1/5-dən kiçik bərabər, yəni mənfi sonsuzluqdan 1/5-ə qədər gəldim. Ən böyük mənfi tam əl təbii ki, mənfi 1 olacaq, bayaqki sual kimi eyni şeydir. Deyir ki, bərabərsizliyini həll edin. Yenə burada uşaqlar, bu suallar hamısı bir-birinə oxşuyur. Bayaqdan sanki 3-4 dənə sualı dəfələrlə həll eləmişik. Hamısında bax eyni şeylərdir. Yenə burada hər tərəfi ortaq və məxrəcə vuracaqsan. Eyni güclü məsələsi. Bir dənə burada fərqli məsələ var. Amma davamı bura qədər yəni eynidir. 24-dən bu tərəfə. Yenə məxrəcə baxıram. Məxrəcdə görək nə var? 3 kökdə 9 deməkdir. Çıxılsın kökdə 11. Cavab nə olacaq burada uşaqlar? Təbii ki, mənfi. Çünki niyə kiçikdən böyük çıxmışam? Onda yuxarıda gərək mənfi olsun ki, mənfini mənfiyə bölüm. Cavabımız nə olsun? Müsbət olsun. 2 minus x mənfidirsə, x-i atdım o tərəfə, x 2-dən böyük olmalıdır. Yəni 2 müsbət sonsuzluq. 2-dən böyük, 2 müsbət sonsuzluq B variantı. Bitdi. 25. 25 kimi suallarda uşaqlar hər tərəfi nə edirik? Məxrəclərin əkobuna vururuq. Bunu istəyirsə ayrı-ayrı yazım. 2x minus 3x çıx 1 bölünsün 2. Burada da 3-də 2 var. Hər tərəfi 6-ya vursam, 6-nı bura vurdum. 12x. 6-nı bura vuranda 2 getdi. Burada 3 qaldı. Yəni 3 vurulsun. 3x çıxılsın 1. 6-nın 3'ü apardım. 2 qaldı. Böyükdür 4 oldu. Sonra 12x çıxılsın 9x üzərinə gəl 3. Böyükdür 4. 3'ü atacağım o tərəfə. Burada 3x qaldı hesablayanda. Burada 1 qaldı. X böyükdür 3'də 1. Deməli, yuxarıdakı ifadənin cavabını aldım. 25'i yazsaq. Yuxarıda aldım. X böyükdür 3'də 1. İndi gəldim məxrəcə. Onu da buradan yazın. 2x çıxılsın 2. Məxrəc deyirəm. Estağfurullah. Hər dəfə məxrəc deyirəm. Aşağıdakı ifadədə yəni başa düşürsünüz yəqin. 2x-i ora ataq, 5'i bura ataq. 5 müsbət oldu. 8x çıxılsın 2x. Burada 3 aldım. Burada isə 6x aldım. Neyiniyək? Hər tərəfi bölək 6-ya. Məqsəd nədir? X tək qalsın. 2'də 1. Bu da x oldu. X 2'də 1-dən böyük olmalıdır. Nə maraqlı. X həm 2'də 1-dən böyük olsun, həm də 3'də 1-dən böyük olsun. Mövzu burada budur ki, həm 2'də 1-dən, həm də 3'də 1-dən böyük olsun deyirsə, onda mən nə etməliyəm? Sistem. Sistem varsa kəsişmə. 3'də 1 burada olar. 2'də 1 daha sağdır. Çünki 2'də 1 daha böyükdür. 2'də 1-dən böyüklər var. Bir də 3'də 1-dən böyüklər var. Kəsişmə nə oldu? 2'də 1-dən müsbət sonsuzluğa. Ən kiçik tam əl nə olacaq burada uşaqlar? 2'də 1-dən böyük 1 yoxdurmu? 2'də 1-dən sağda ən kiçik tam əl 1-dir təbii ki. Məsələ bitdi. Sonra gəldim. Bunları nəyə götürüm? Kəsişməsin. 2 dənə xətt olan hissəni götürüm. Çünki niyə? Sistem var. Heyət olsa 3'də 1-dən müsbət sonsuzluğa deyərdim. Heyətə çünki birləşmə götürürük. Orada incə nüanslar var. Yenə bunu gəlin ayrı-ayrı yazaq uşaqlar. Əvvəlcə yuxarını götürək. 3 çıxılsın x bölü 4 böyükdür x-dən. Hər tərəfi 4'ə vuraq. Məxrəc qalmasın deyə. 12 çıxılsın. Bura vurduğun zaman məxrəc getdi. Burada 4x. X-i attım bu tərəfə. 5x. Hər tərəfi 5'ə böl. Bu oldu 2/4. X kiçikdir 2/4'dən. Digər tərəfdən. X minus
X çıx 4 bölü 5 böyükdür 1. Hər tərəfi 5'ə vuraq. 5x. 5'i bura vurduğun zaman məxrəc gedər. X minus 4. Burada isə 5 qaldı. Sonra 5x çıx x üstə gəl 4 böyükdür 5. 4x 4'ü sağa attım böyükdür 1. Yəni x böyükdür 4'də 1'dən. Demək ki x 2 onda 4'dən kiçik olmalıdır. 4'də 1'dən isə böyük olmalıdır. Onda indi bu cavabları bura qeyd eləyək. Aldıq ki x böyükdür 4'də 1, x kiçikdir 2 onda 4. Buraya yazıram deməli 4'də 1, 4'də 1'dən böyüklər, bir də 2 onda 4'dən kiçiklər. Nə oldu kəsməmiz? 4'də 1 ilə 2 onda 4 arası. Ən böyük tam əl nə olacaq? 2 onda 4'dən biraz kiçik tam əl. Təbii ki 2 olacaq. Davam edək. 27. 27 də ancaq hesablamadır. Əvvəlcə buranı hesablayaq yuxarını. Vurub açıram uşaqlar. 3x kvadrat. 3x'i 2'yə vursam 6x. Çıxılsın yenə 3x kvadrat. Üzərinə gəl x. Kiçikdir 8x. Xoşbəxtlikdən bunlar islah getdi. Burada ümumiyyətlə ədəd alınmadı. Hamısı dəyişəndir. Hamısını yığaq bir tərəfə. Düzdür, çox bir önəmi olmayacaq. İstəyirsən məsələn sağa yığaq. Solda heç nə qoy qalmasın. 6x sağa gəldi, müsbət oldu. X sağa gəldi, çıxıldı. Burada aldıq nə? 0, 14x çıxır, 13x. Hər tərəfi 13'ə bölsəm, x böyükdür 0'dan. Sən demə, bütün məsələ buymuş. Düzdür, buradan da görmək olardı əslində, amma daha qısa olsun deyə belə yazdım. Hamısını bir tərəfə yığanda nə oldu? Bir tərəfdə 0 qaldı, x böyükdür 0 oldu. Bax, bununla bu eyni şeydir, eyni gücdür. Çünki niyə? 13'ü nəyə vurduğun zaman müsbət alarsan, 0'dan böyük bir qiymətə vurduğun zaman, yəni x müsbətdir. Hər tərəfi 13'ə böldüyüm zaman da bunu gördüm. Buradan aldım ki, x 0'dan böyük olmalıdır. Sağ tərəfdən bunu yazacağım. Nə var burada? X'ləri bir tərəfə yığaq. 1 onda 5x var. 1 onda 1x'i də gətirdim sola. Bunu sola gətirdim. 4 onda 8 sağa aparsaq müsbətləşər. 1 onda 2 də çıxmadı. Oldu 0 onda 4x. Burada 3 onda 6. Hər tərəfi 10'a vursaq 4x bura 36 oldu. Hər tərəfi 4'ə bölsəm x 9'dan kiçik. X deməli bayaq 0'dan böyük tapmışdım. İndi 9'dan kiçik tapdım. Onda nə oldu? 0 ilə 9 arası. X 0'dan böyük 9'dan kiçikdir. Tam əllərin cəmini tapın deyir. Nə var burada uşaqlar? 1 var, 2 var, nöqtə 8'ə qədər ardıcıl ədədlər. Elə deyilmi? 0'dan 9'a, yəni 1'dən 8'ə qədər gələ bilərsən. Çünki 0 və 9 daxil deyil. Bu da Gauss metodu ilə necə tapırdıq bunu? 8'i özündən bir vaydı böyüyə bölüb 2'yə bölürdün. Özündən bir vaydı böyüyə vurub 2'yə bölürdün. Bu da olacaq 36. Bu qədər sadə. Maraqlı sualdır. Deməli, burada Gauss'u da uşaqlar bilmək lazımdır. Gauss nə idi? 1'dən n-ə qədər ədədlərin cəmini tapanda nə edirsən? Sən 1, 2, ardıcıl olmalı təbii ki. Nöqtə n-1 bir də n deyək. Yəni ardıcıl gəlir göstərmək üçün. N-i vurursan özündən bir vaydı böyüyə 2'yə bölürsən. Sadə də bir isbatı var. Dəfələrlə bu isbatını demişik. Gəldim 28'ə. 28'də yenə hesablayaq. Bunu açaq tam. Olacaq 2x kvadrat. Çıxılsın 2x. Çıxılsın 2x kvadrat. Üzərinə gəl x. Kiçikdir x-dən. Düz yazdım mı? Yəqin ki, bəli. Sonra nə baş verər? Bunlar islah gedər. Mənfi 2x. Üzərinə gəl x. Burada x var. Bunlar islah gedir. Mənfi 2x kiçikdir 0'dan alınır. Hər tərəfi bölərəm mənfi 2'yə. Bunlar qədər x böyükdür 0. Çünki niyə? Hər tərəfi mənfiyə böldüyü üçün işarə dəyişməlidir. X 0'dan böyük olmalıdır. Bunu buradan aldım. X deməli 0'dan böyükdür. Digər tərəfdən burada baxaq. 10'da 2x'i bu tərəfə ataq. Burada 10'da 5x var. 10'da 2x də gəldi. Sonra mənfi 10'da 7 var idi. 3 10'da 7'ni sağa atanda üstə gəlmə oldu. Bu oldu 10'da 3x. Burada isə 3 aldım. Hər tərəfi 10'a vursaq burada 30 olacaq. Hər tərəfi 3'ə bölsək x 10'dan kiçik. Deməli 0'dan böyük 10'dan kiçik. Elə deyilmi? 0 ilə 10 arası. Nə var burada? 1 var, 2 var, 3 var, nöqtə 9'a qədər gəldim. Onda 9'u özündən bir vayt böyüyə vur. 2'yə böl. Dolar 45. Yəni B variantı. 29'a baxaq. Yenə uşaqlar belə suallarda məxrəclərin əkobuna vurursunuz ki, nə olsun? Misal rahat həll olsun. Yoxsa mən ortaq məxrəc tapım desəz, çox zülüm çəkəcəksiniz.
Düzdür, o da dəhşət uzun getməz, amma yenə də bu üsuldan uzun gedəcək 100%. 2, 3, 3. Ortaq məxrəc 6-dır. Hamısını 6-ya vururam. 6-nı bura vurduğun zaman istəyirsiniz belə ayrı-ayrı yazımlar. Bir hamıya aydın olsun, çıxılsın, 6 vurulsun, x bölü 2. 4'ü vurdum 6'ya. Bir də 6'nı bura vuranda. Böl 3. 6 və 3 getdi, burada 2 qaldı. 2 vurulsun, x üstə gəl. 5 çıxılsın. 6 ilə 2 getdi, 3 qaldı. 3x oldu. 4 dəfə 6, 24. 6 ilə 3 getdi, 2 qaldı. Məsələ bitdi, qaldı bunu hesablamaq. Deməli 2x buradan, 10 burada, 3x, 24, 2x üzərinə gəl 6. 2x-lər islah gedər soldan sağdan. Ondan sonra nə edək? Ədədləri sağa ataq, mənfi 3x qalsın burada tək. 24 o da 6, 30 idi onsuz da. Bu da 10 mənfi kimi gəldi bu tərəfə. Oldu mənfi 3x kiçikdir 20-dən. Hər tərəfi gəlin mənfi 3-ə bölək. Mənfi 3-ə böldüm. Bunlar getdi. X böyükdür. Mənfi 3-də 20 oldu. Hətta necə yazmaq olar? 20-ni 3-ə bölsəm 6 dəfə 3-də 2. X mənfi 6,3-də 2-dən böyükdür. Ən kiçik tam 50 nə olacaq uşaqlar? Mənfi 6,3-də 2-dən böyük, mənfi 6 var. Müəllim, mənfi 7 var desəz, biabır olduq. Çünki niyə? Mənfi 6 mənfi 7-dən böyükdür. Onda mənfi 7, mənfi 6,3-də 2-dən daha da kiçikdir. Solda yerləşir. Bundan daha böyük mənfi 6 var. Mənfi 6-dan daha böyük mənfi 5 var. Çünki niyə? Ədədlər əgər müsbətdirsə, daha rahat görürsən ki, 6 5-dən böyükdür. Amma qarşıya mənfi atdığın zaman nə oldu? Yerlər dəyişdi, əksinə oldu. Çünki mənfidə əmsal nə qədər böyüksə, borc kimi düşünün də, 100 manat borc 50 manat borcdan daha pisdir. Yəni daha kiçik pul deməkdir. Məsələn, mənim 100 manat borcum varsa, bu 50 manat borcdan nə oldu? Daha az pul oldu da sanki. Çünki burada borcum var, düzdür. Borcu da müqayisə edəndə fikirləşirsən ki, məsələn deyək ki, 50 manat borcum var, bir də 100 manat borcum var. İndi kimin daha çox pulu var? Mənim heç birinin pulu yoxdur ki. Hə, deyək ki, maaş gəlsə məsələn, kimin daha çox pulu olacaq? 50 manat borcu onun daha çox pulu var. Çünki ona məsələn 50 manat versən borcu bağlandı. Amma bu birinə gərək 100 manat verəsən ki, borcu bağlansın. Yenə də kimin daha çox sərvəti var desəm, deyək ki, 50 manat borcu onun daha çox sərvəti var. Bu cür fikirləşə bilərsiniz. Bilməm nə qədər açıqlayıcı oldu. Çox məntiqi getdik. C variantı olacaq 29-da. Davam edək. Nə deyir bizə görək buradan? 30-da bizə deyir ki, eminansı qiymətlərində bu bərabərsizlikləri eyni güclüdür. Birinci burada m üstə gəl 5 vurulsun x böyükdür. Burada isə m-5 m plus 5. Bax, nə ediblər? O da sizin kimi hər tərəfdə m üstə gəl 5-i gördüyü üçün hər tərəfə m üstə gəl 5-i ixtisar aparıb. Bölüb burada. Amma bir şey bilməliyik ki, biz əgər bu m üstə gəl 5-in işarəsini bilmiriksə, hər tərəfi eyni bir şeyə bölə bilməliyik. Çünki işarəni bilmir yaxı. Mənfidir yoxsa müsbətdir. Müsbət olsa işarə dəyişməz. Mənfi olsa işarə dəyişər. Bunu bilmədiyimiz üçün diqqətli olmalıyıq. Məsələn, burada nə baş verib uşaqlar? Fikir verin, işarə dəyişib. Belə idi işarə, belə oldu. Niyə dəyişib? Çünki bu m üstə gəl 5-ə ki bölüb, bu m üstə gəl 5 sən demə mənfi bir şeymiş ki, böldükdən sonra burada x qaldı, burada m-5, işarə dəyişdi. Demək ki, işarənin dəyişməsi üçün m üstə gəl 5 mənfi olmalı idi. M üstə gəl 5 də mənfidirsə 5-i sağa at. M mənfi 5-dən kiçiklər. Yəni mənfi sonsuzluqdan mənfi 5-ə qədər gələcəksən. Varmı belə bir şey? Y variantında var imiş. Məsələ bitdi. 31-ə baxaq. 2 müəllim şagirdlərə kitab bəxş etmək istəyir. Bütün şagirdlər üçün birincinin 24 kitabı, ikincinin isə 1 kitabı çatmır. Onların birlikdə də şagirdlərə bəxş etmək üçün kitabları çatmır. Sinifdə neçə şagird var? Deməli, sinifdə məsələn x şagird olsun. Bu gözəl məsələdir. X şagird var. Bütün şagirdlər üçün birincinin 24 kitabı çatmırsa, deməli onun nə qədər kitabı var? X minus 24. Məsələn, 40 şagird varsa, müəllimin 16 ki, mən də uşaqlar kimi müəllimə deyirəm. 40 kitab varsa, deməli müəllimin 16 kitabı var. Çünki niyə? Əgər 40 şagird olsa, 24 kitab da çatmırsa, 16 kitabı olur müəllimənin. Məsələn, 30 şagird olsa, müəllimənin 6 kitabı var. Çünki 24 kitab çatmır. Bu cür fikirləşirsiniz. Bu deməli, birinci müəllimin, hər dəfə müəllimə deyəcəm heç. Bu kitab sayıdır, birinci müəllimin. İkinci müəllimdə isə 1 kitab çatmadığı üçün x minus 1 kitabı var.
Başa düşürükmü? Məsələn, deyək ki, sinifdə 20 şagird varsa, müəllimin 19 kitabı var. Əgər sinifdə 20 kitab varsa, müəllimin 19 kitabı var. Çünki bir kitab çatmadı. Bu cür fikirləşirik. İndi burada mən nə deyəcəm? Deyəcəm ki, onların birlikdə də şagirdlərə bəxşiş etmək üçün kitabları çatmır. Yəni x çıxılsın 24 bunda kitab var. X çıx 1 digərində kitab var. Yenə də bunlar şagird sayına çatmadı. X şagird var axı. Bunların cəmi də x-ə çatmır. Çünki x-ə çatsa artıq deyəcəm ki, uşaqlara kitab çatdı, amma çatmayıb. Elə buna görə də nə edirəm? Hesablama asan olacaq. Burada 2x çıxılsın 25 x. Bunu bura atdım, bunu bura atdım. X 25-dən kiçik oldu. Demək ki, şagird sayı 25-dən kiçik olmalı. Məsələn, neçə ola bilər? 24. Bitdi. Başqa variantlar onsuz da nə oldu? Buna uyğun gəlmədi. Məsələ bitdi. Yəni 25-dən kiçik olmalıdır 24, 23, 22 və s. O da düzdür. Məntiqli olmur, çünki orada mənfi alınır. 24 dənə kitabı tapdıq. İndi uşaqda belə çıxır ki, birinci müəllimin ümumiyyətlə kitabı yox imiş. İkincinin də 23 dənə kitabı var imiş. Cəmləsə 24 kitab oldu. Yox, 23 dənə olur. 23 bir müəllimdə kitab var, 0-da o biri müəllimdə kitab var. Topladığın zaman oldu yenə 23, yenə də kitab çatmadı. 24 kitab oldu. 23 kitab oldu, 24 şagird var. 0 birinci kitab sayı, 23 ikinci kitab sayı, topladan oldu 23, amma şagird sayı 24 idi. X tapmışdıq. Gözəl bir məsələdir. Məncə çox sadə başa düşülən bir şeydir. Bir də təzədən qulaq asın, anlamayanlar başa düşər. Hər şey dedik məncə. 32-yə baxaq uşaqlar. 32-də ortaq vuruqlarımız var, fikir versəz. Hər ikisindən mən x çıxılsın 10-da 2-ni ortaq çıxarsam, bundan biri qalacaq. Çünki orada nə var idi? Kvadrat var idi. Biri orada qaldı, çıxılsın. Burada isə üstə gəlməsi qaldı. Yəni x üstəgəl 10-da 2. Nə olsun? Böyükdür 0,4. Burada aldım x çıxılsın 10-da 2. X çıxılsın 10-da 2. Çıx x çıxılsın 10-da 2. Böyükdür 100-də 4. Bunlar, yox, x-lər islah gedər. Olacaq x çıxılsın 10-da 2. Vurulsun. Mənfi 10-da 2, mənfi 10-da 2, mənfi 10-da 4 oldu. Böyükdür 100-də 4-dən. Hər tərəfi nə edir uşaqlar? Vuraq 100-ə. Hətta mənfi 100-ə də vura bilərik. Amma birinci 100-ə vuraq ki, sonra işarə səhv eləməyəsiniz. 100-ə vurduğumuz zaman nə olacaq? 100-ü vurduğun zaman 100-də 4-ə 4 alınır. Bəs 10-da 4-ə vursan, bu da 40 olacaq. Amma mənfi var qarşıda. Yazdım bu cür. 100-ə vurduğumuz zaman 2 vergül sağa getdiyi üçün 4 oldu, bir dənə də getdi 40 oldu. Ondan sonra nə edəcəm? Hər tərəfi bölərik. Birinci istəyirsə vurub açaq sonra. Mənfi 40x. Bura vurduğumuz zaman da üstə gəlmə oldu. 40-ı 2-yə vursan 80 olardı. 10-da 2-yə vurduğun üçün 8 oldu. Böyük 4. 8-i attım o tərəfə. Oldu mənfi 4. İndi hər tərəfi mənfi 40-a bölək. Bunlar yedi. X qaldı. İşarə dəyişdi. Mənfilər yedi. Bu da oldu 10-da 1. 4 ilə 40 aparsın 10-da 1 qalmırmı? Deməli, x 10-da 1-dən kiçik olmalıdır. O da A variantı olacaq. Yəni, mənfi sonsuzluqdan 10-da 1-ə qədər. 33-ə baxaq. 33-də yenə uşaqlar ortaq vuruq çıxara bilərik ya da bunu vurub aça bilərik əslində. Onu da eləmək olar. Birbaşa, məsələn, bunu yüksəldərəm qədər, bunu vurub açarım, amma biraz elə bir uzun gedəcək. Elə biz yaxşısı ortaq vuruq çıxarıq. X üstə gəl 3 buradan qaldı birini çıxaranda. Buradan bunu çıxarmışdım, qaldı. X çıx 2. X üstə gəl 3. Burada aldım x üstə gəl 3 çıx x üstə gəl 2. Böyükdür 10-dan. Bunlar islah gedər. Nəhayət vurulsun 5 böyükdür 10. Hər tərəfi 5-ə bölsə uşaqlar. Buradan davam edin. Hər tərəfi 5-ə bölsəm. Burada 1, burada 2. Onda oldu x üstə gəl 3. Böyükdür 2-dən. 3-ü də o tərəfə atsam. Oldu buradan mənfi 1. Demək ki, mənfi 1-dən böyüklər. Yəni, Y variantı da olacaq 33-də. 34-ə baxaq. Bərabərsizliyini həll eləyin deyir. Nə edə bilərəm görək. Birinci, ortaq vuruqlar çıxarmağa çalışacağım. Görüm, maraqlı bir şeylər varmı? 3-ü ortaq çıxarsam, kökdəki çıxılsın 2 olacaq. Elə deyilmi? Vuranda düzdür. Buradan isə 2-ni ortaq çıxaranda kökdə 2, üzərinə gəl 2 qaldı. Hər şey əla. İndi mən məxrəci istəyirəm ki, buradan azad eləyim. Ona görə hər tərəfi nəyə vururam? Məxrəcimizə vururam. Kökdə 2 və bunun qoşmasına. Yox, özünə vurum elə birbaşa.
Özdə vurum ki, nə olsun? Məxrəc yoxa çıxsın. Və bunlar ixtisar gedəndə heç də qalmayacaq. Onda sağı da buna vurmalıyam. Bir tərəfi vura bilmərəm ki. Sağı da vurmalıyam. Amma bir dənə burada önəmli nüans var uşaqlar. İndi onu deyəcəm sizə. Bizim bu vurduğumuz ifadə mənfi bir ifadədir. Çünki niyə? Kökdəki çıxılsın 2-yə baxsaz, kökdəki çıxılsın kökdə 4 deməkdir. Bu da mənfidir axı. Demək ki, hər tərəfi mənfi nəyəsə vurmuşam. 3 misli də mənfidir onsuz da. Yəni bura mənfi olduğu üçün 3-ə də vurduğum zaman mənfidir. Mən hər tərəfi mənfiyə vurduğum üçün işarəni dəyişməliyəm. Məntiqi anlayırıqmı? Bax, hər tərəfi niyə bura vurdum? Məxrəc qalmasın deyə. Məxrəc qalmasın deyə bu ifadəyə vurdum və bunlar gedər. Amma hər tərəfi mənfi nəyəsə vurduğum üçün işarəni dəyişməliyəm. Yəni işarə belə olmalıdır. Buradan 2-ni 3-ə vuraram. Onlar 6. Bir də bunları bir-birinə vurduğun zaman qoşma olduğu üçün A minus B, A plus B-dən birincinin kvartı çıxılsın ikincinin kvartı oldu. 3x çıx 1. Burada isə 6 vur mənfi 2, mənfi 12 oldu. 1-i atdım o tərəfə. 3x kiçikdir mənfi 11-dən. Nəhayət x kiçikdir mənfi 11 bölü 3. Burada uşaqlar hər tərəfi nəyə böldüm? 3-ə böldüm. Birdən deyərsən mənim işarə niyə dəyişmədi? Hər tərəfi 3-ə böldüyüm üçün dəyişmədi. 3-ə böldüyüm zaman x tək qaldı. X-in əmsalı mənfi olsaydı, onda mənfi 3-ə böləcəkdim deyə işarə dəyişəcəkdim. Mənfi 3 də 11-dən kiçiklər, yəni C variantı olacaq. Yəni bəzi suallarda uşaqlar incəliklər var. Məsələn, bu incəliyi burada deyim. 2 hal var. Mənfi 3x kiçikdir 11 olsun. Bir də 3x kiçikdir mənfi 11 olsun. Bunlar fərqli şeylərdir. Burada x tək qalsın deyə hər tərəfi mənfi 3-ə bölürsən. Bunlar getdi, x qaldı. Mənfi 3-ə bölmüşdüm. İşarə dəyişdi. Niyə işarə dəyişdi? Çünki hər tərəfi mənfi 3-ə böldüm. Burada isə hər tərəfi 3-ə böldüyüm üçün işarə niyə dəyişsin ki? Bu cürdə qalacaq. Yəni bunlar fərqli şeylərdir, qarışdırmayın. Hər tərəfi nəyə böldüyünüzə baxın. Mövzu oradadır ki, hər tərəfi nəyə bölürsən. 35-ci sual. Yenə eyni məsələdir uşaqlar. 2x çıxılsın 3. Aşağıdan nə edə bilərəm? 2-ni ortaq çıxarsam, 2 dənə kökdə 6 çıxılsın 5 oldu. Burada isə birinci bunu yazım. 2 kökdə 6 üzərinə gəl 5. Yerlərini dəyişdim ki, daha aydın görəsiniz. İndi məxrəc qalmasın deyə hər tərəfi vururam. 2 vurulsun. 2 dənə kökdə 6 çıxılsın 5-ə. Bundan bu geçsin deyə hər tərəfi bura vurdum. Amma nəyə vurduğuma baxmalıyam təbii ki, yenidən. 2 vurulsun, 2 dənə kökdə 6 üzərinə gəl. Yox, çıxılsın 5-ə vurmuşdum daha doğrusu. Hər tərəfi bu ifadəyə vurdum təzədən. Buraya qədər hər şey əla. İndi mövzu nədir? Mən buradan deyəcəm ki, bu ifadənin bizə işarəsi maraqlıdır. İşarə nədir? 2 dənə kökdə 6 çıxılsın bir dənə 5. Buradan 2-ni saldığın zaman kökün altına 4 kimi gələr. Bu da 6-dır. 5-i də saldığın zaman kökün altında 25 olacaq. Onda 24 çıxılsın 25. Cavab nəymiş? Mənfiymiş. Onda hər tərəfi mənfi nəyəsə vurduğumuz üçün işarə dəyişməlidir. Bunlar getdi. Burada qaldı 2x çıxılsın 3. İşarə belə baxdı. 2 qalsın yerində. 2-ni yazdım. Bir də bunları bir-birinə vurduğun zaman A minus B, A plus B-dən bunun kvartı nə olacaq? Bayaq yazmışdıq, kökdə 24 deməkdir bu. Kökdə 24-dür. Kvartı oldu 24. Bu da isə 5-in kvartı, bu da 25 oldu. Onda 2x çıxılsın 3. Burada 2 var, vurulsun mənfi 1. 2x çıx 3. Burada mənfi 2. 3-ü attığım zaman bu tərəfə kiçikdir 1 oldu. Hər tərəfi də 2-yə bölsən, x 2-də 1-dən kiçik oldu. Varmı belə bir şey? Y variantında var imiş. Yəni burada biraz uşaqlar diqqətli olmaq vacibdir. Ki, hər tərəfi mənfi nəyəsə vurduğun zaman məsələ pozulur. Ümumiyyətlə uşaqlar, bərabərlikdə elə mövzu odur ki, hər tərəfi nəyəsə vurmaq, bölmək, mənfiyə mi vurdun, müsbətə mi vurdun, problem odur. Bir də məsələn bu xətti bərabərlikdə heyət və sistemin fərqi. Deyir ki, burada bu sistemin həlli üçün x böyükdür 0, y böyük bərabərdir 0 şərti ödənər. Görə burada nə edə bilərik biz? X üstəgəl y bərabər a. Burada isə 3x üstəgəl y bərabər 6. Birinci uşaqlar, tərəf-tərəfə çıxsaq, x-dən qurtulmuş oluruq. Aşağıdan yuxarı çıxdı, y-dən daha doğrusu. 3x çıx x, 2x qaldı. Y-lər islah getdi. Bərabər 6 minus a. Onda x nəyə bərabərdir? 6 minus a bölünsün 2. Bunu başa düşdükmü? Əla. X nə idi? 0-dan böyük. Deməli, bu 0-dan böyük olmalıdır. Onda 6 minus a bölünsün 2, 0-dan böyük olsun. Hər tərəfi 2-yə vursan, məsələn, bunlar getdi. 6 minus a böyükdür 0-dan. A-nı atdım o tərəfə. Nə oldu? A deməli 6-dan kiçik oldu. Bu yadımızda qalsın ki, A 6-dan kiçik olmalıdır. Bura qeyd edirəm, 6-dan kiçik. Bu şərti artıq sildim. Görək indi y ilə bağlı hansı məlumatımız var. Y-lər qalsın, x-dən qurtulaq.
Onda nə edəcəm? Düzdür, buna başqa cür də yanaşmaq olar. Əslində birbaşa buradan da yazmaq olar, amma məncə ehtiyac yoxdur. Daha sadə olsun deyə. Bu dəfə də yuxarını 3-ə vurum, tərəf-tərəfə çıxım. O zaman da x-dən qurtulmuş olacaq. Bərabər 3-ə. Burada isə 3x üzərinə gəl, y bərabər 6. Çıxdığımız zaman bu dəfə də 3x-lər getdi. 3 ilə çıx y, 2y, 3a çıx 6 alındı. Bəs buradan bir qəşəng rəng seçək. Y nəyə bərabər oldu? 3a çıx 6 bölünsün 2 oldu. Bu da nə olmalıdır? Böyük bərabər 0. Y böyük bərabər 0. Onda bu bərabərsin hər tərəfini vuracam 2-yə. Məxrəc getdi. Sağ ön üstələ 0-dır. Onda 3a böyük bərabərdir 6. A da böyük bərabərdir 2-dən. A deməli nə olmalıdır? Böyük bərabər 2. 2-dən böyük bərabər 6-dan kiçikdirsə, onda bu nə oldu? 2 ilə 6 yarım interval. 2 daxildir, 6 isə daxil deyil. Hətta belə yaza bilərsiniz ki, A 6-dan kiçikdir, böyük bərabərdir 2-dən. Necə istəyirsə yazarım. Necə istəyir bizdən? Bu formada. Bu da Y variantı olacaq, gördüyümüz kimi. Gözəl bir məsələdir, biraz amma uzun çəkir. 37. Tənklər sisteminin həlli üçün x böyükdür 0, y nə olsun? X böyük bərabər, y isə sadəcə böyük. Əvvəlcə tərəf-tərəfə çıxdım. Aşağıdan yuxarı 2x-dən x çıxdım, x qaldı, y-ləri çıxdım, yoxa çıxdı. 4 minusa aldım buradan. Birinci bu. X nə olmalıdır? Böyük bərabər 0. Deməli 4 minusa böyük bərabər 0 olsa, A nə oldu? Kiçik bərabər 4. Bunu kənarda qeyd edirəm. A kiçik bərabər 4-dür. Birinci qeydimiz budur. Sonra isə nə edəcəm? Bayaq elədiyimiz misal olduğu üçün inşallah biraz sürətli yazıram. Bu dəfə də yuxarını 2-yə vururam. X-lərdən qurtulmaq üçün. Bərabər 2A. Aşağıda 2x üzərinə gəl, y bərabər 4. Tərəf-tərəfə çıxsaq, bunlar yenə islah getdi. 2y-dən y çıxın 1 qaldı. Bir də 2a çıx 4 oldu. Bu da nə olmalıdır? Y 0-dan böyük. Yəni bu 0-dan böyük olmalıdır. 4-ü sağa atdım. Hər tərəfi 2-yə böl. A 2-dən böyükdür. A deməli həm də 2-dən böyük oldu. Onda nə olmalıdır? A-mız kiçik bərabər 4, böyükdür 2. Varmı belə bir şey? 2 daxil deyil. 4 isə daxildir. 37-də var imiş. Sonra 38. 38 çox super sualdır. Əvvəlki topluda yenə var idi, mürəkkəb sualdı amma. Gəlin əvvəlcə bunu uşaqlar tam anlayaq. Nədir burada mövzu? Birinci 2-ni atıram sağ tərəfə, böyük bərabər 2 oldu. Bu da 8x kiçikdir, bərabərdir A olsun. A-nı atdım bərabərsizliyin sağına. Bura qədər hər şey əla. İndi uşaqlar, əslində aşağıdakı ifadə məlum məsələ ki, nə olacaq? X kiçik bərabərdir. A bölünsün 8. Hər tərəfi nəyə böldüm? 8-ə böldüm. Hər tərəfi 8-ə bölmək olar. Problem yoxdur, işarəni bilirəm. Bəs burada x tək qalsın deyə nə etməlisən? Müəllim, hər tərəfi A-ya bölməliyim. Axı A-nın nə olduğunu bilmirsən. A-nın işarəsini bilmədiyimiz üçün hər tərəfi A-ya bölə bilmirik. Bunu belə saxlayıram. Bəs nə edə bilərik ki, A-ya bölə bilərik? Deyə bilər ki, müəllim, qəbul eləyək də. Tutaq ki, A nə olsun? Müsbət olsun. Müsbət olsa başqa məsələ, mənfi olsa başqa məsələ. Də böyük bərabər 0 yazım. Elə-belə. Bir də A nə ola bilər? Mənfi ola bilər. Böyük bərabər 0-ın niyə mənası yox? Çünki 0-a bölmək yoxdur. A deməli 0 olsa 0-a bölə bilməyəcəksən. Ona görə belə yazmaq lazım deyil. Burada hər tərəfi A-ya bölsəm nə olar? Müəllim, A-nı müsbət qəbul etmisinizsə əgər, onda işarə dəyişməz. 2 bölünsün A. Burada isə x kiçik bərabərdir. A böl 8 olar. Bura qədər əla. A mənfi olsa nə edərik? Burada hər tərəfi A-ya böldüyümüz zaman işarə dəyişər. Bu cür olar. Hər şey super. İndi görək hansının həlli var, hansının həlli yoxdur. İndi burada deyir ki, böyükdür, kiçikdir. Mən bilmirəm hansı hardadır. Buranın həmişə həlli var, bu heç. Necə həmişə həlli var? Məsələn, biz hansının böyük, hansının kiçik olduğunu bilmirik axı. Elə deyilmi? Məsələn, ola bilər ki, yuxarı 7 olsun, aşağı 5 olsun. Ya da yuxarı 5, aşağı 7. Hansı böyükdür bilmirəm. Ona görə mən burada ədəd oxunda hansını sağda yazmalıyam bilmirəm. Ya məsələn, birinci sağda olar. 2 bölü A. Bundan, deməli, böyüklər demirim, onda biraz bu tərəfə yazaq da. Bundan böyüklər yazdım. Yox, düz demişəm. Kiçiklər olmalıdır. Öz yazdığıma da inanmıram. Heç kimi artıq inanmamağa başladım. Bundan kiçiklər ola bilər. Ola bilər ki, A bölü 8 də burada olsun. Bundan da kiçiklər. Ortaq həll varmı? Var. Kəsmə var. İkinci halda nə olsun? A bölü 8 tutaq ki, sağda olsun. Bu sağda olsa yenə bundan kiçiklər.
2 bölü a da məsələn burada olsun. Yenə bundan kiçiklər. Ortaq həll varmı? Var. Hər bir halda ortaq həll olacaq da. Çünki hamısı hara gedir? Mənfi sonsuzluğa. Hər ikisində ortaq həll var. O da nə istəyir? Hansı qiymətlərində bərabərsizliklər sisteminin həlli var. Demək ki, a mənfi olduğu zaman həll mütləq var imiş. Yəni bizim bir cavabımız mənfi sonsuzluq 0-dır. A deməli bura daxil olduğu zaman 100% həll var. A mənfi olsa mütləq həll var. Bəs A müsbətsə nə zaman həll var? Onu fikirləşməlisən. Orada biraz işlər dəyişir. Bunu başa düşürükmü? A deməli mənfi olduğu zaman hər bir halda bunlar kəsişirlər. Çünki hamısı hara gedir? Mənfi sonsuzluğa. İndi bu biri halda biraz işlər fərqlidir. Biz tutaq ki, yenə burada 2 dənə hal qəbul eləməliyik. Ona görə mürəkkəb demişdim uşaqlar. Bayaqdan olsa mürəkkəb sual görməmiş ki, bir dənə bu gəlib də mürəkkəb. İndi bu sağda olsa, məsələn, 2 bölü a, bundan böyüklər olmalıdır. Bir də a bölü 8-dən də kiçiklər. Ortaq həll varmı? Yoxdur. Bu deməli mənasız oldu. Ortaq həll kəsmə yoxdur yəni. Bunu atdım kənara. Mən nə etmişdim? 2 bölü a-nı sağda götürmüşdüm. İndi 2 bölü a-nı solda götürək. Bu zaman bir həll tapacağıq. Burada isə a bölü 8. A bölü 8-dən kiçiklər, 2 bölü a-dan böyüklər. Hə, bu başqa məsələ. Hətta üst-üstə düşsə belə yenə həll olacaq. Həll yenə var. Deməli, mütləq bu sağda olsa həll olar. Yəni, solda olmasın. Onda mən deyirəm ki, sağda olmaq nə deməkdir? Soldakından böyük olacaq da sağda olsa. Sağdakı soldakından böyük olur. Ona görə burada yazıram ki, 2 bölü a kiçik bərabər a bölü. Mən niyə kiçik bərabər desəz, deyərəm ki, uşaqlar, kiçik bərabər ona görə deyirəm ki, bərabər də olsalar ortaq həll var. Bayaq biz nə deyirdik? Məsələn, 7-dən 7 daxil 7-dən böyüklər, 7 daxil 7-dən kiçiklər. Ortaq həll nədir? 7-dir. Heyət olsa bütün mənfi sonsuzluq, müsbət sonsuzluq ədəd oxu olacaq, amma sistem olsa yalnız 7. Çünki 7 və 7-dən böyüklər, 7 və 7-dən kiçiklər, 7 hər ikisinin olduğu üçün kəsmə 7 oldu. Bu da onun kimi. Hə, bundan sonra nə edə bilərəm? Mən a-nı onsuz da müsbət qəbul etdiyim üçün hər tərəfi a-ya vura bilərəm. Hər tərəfi a-ya vursam bunlar gedər 2 qalacaq burada. Burada olacaq a kvadrat bölü 8. Bir də hər tərəfi nəyə vuraq? 8-ə də vuraq da elə buradan gəlmişkən. Qoy məxrəc qalmasın. Birbaşa 8 a-ya vura bilərdik onsuz da. Niyə uzatdıq? Eybi yox, canınız sağ olsun. Belə bir şey aldım. İndi bundan sonra 16-nı atıram bunun yanına. Burada heç nə qalmır. Çıx 16. Nə deməkdir bu? A kvadrat çıx 16 böyük bərabər 0 olsun. Bunu vuruqlara ayırıram. A minus 4, A plus 4. İntervallar üsulunu bilirsinizsə, asan məsələdir bu. Bilmirsinizsə, gələn dərslərdə öyrənəcəyik. Ayırıram bunu bu cür. Plus, minus, plus. Nə istəyir? Böyük bərabər 0. Harada böyük bərabər 0-dır? Mənfi sonsuzluqdan mənfi 4-ə üst rəqəmə yazdığım. Yəni burada uşaq qiymətlər verirsiniz a-ya. Məsələn 100 verirsən, bu da müsbət olduğu üçün hasil müsbət oldu. İndi mənfi 4-dən 4 arası 0 versən məsələn, bura mənfi 4, burada 4 oldu, buranda mənfi oldu. 0-dan sola qiymət versən, hər ikisi mənfi olacaq deyə yenə hasil müsbətdir. İntervallar budur, amma öyrənməliyik elə bunu. Bir də birləşir 4-dən müsbət sonsuzluğa. Yəni buralar, bir də buralar. Bunu tapdıq. Bu bizim cavabımız oldu. Amma uşaqlar, biz a-nı nə qəbul etmişdik? A-nı əvvəlcədən müsbət qəbul etmişdik. Düzdürmü? Tapdığımız cavab da budur. Müsbət qəbul etmisənsə, mənfi sonsuzluq, mənfi 4-ü götürə bilməzsən. Ancaq 4 müsbət sonsuzluğu götürə bilərsən. Məsələ budur. Bayaq tapmışdım mənfi sonsuzluq 0, indi də 4 müsbət sonsuzluq. Hər ikisi doğru cavabdır. Mənfi sonsuzluq 0 birləşir 4 müsbət sonsuzluq. Ümumiyyətlə uşaqlar, belə suallarda 2 yerə ayırırsınızsa, aldığınız cavabları axırda birləşdirməlisiniz. Çünki siz deyirsiniz ki, A mənfi olsa belə həll eləyərdim, A müsbət olsa belə həll eləyərdim. Deməli, hər ikisi sənin doğru cavabın. Sadəcə 2 yerə ayırmısan A-nı. Niyə kəsişdirim ki? Mənfi olduğu zaman belədir, müsbət olduğu zaman belə. Cavabları niyə kəsişdirməliyəm? Nə məntiqi oldu? Hər ikisi doğru cavabdır. Sadəcə 2 yerə ayırdım A-nı. Mənfi olsa belə, müsbət olsa belə. Ona görə. Hə, gəldik. Bu mürəkkəb sualda əməlli başda. Əslində maraqlı sualdır. Belə şeyləri anlamaq sizi bir xeyli qabağa aparacaq. Yoxsa asan sualdan 100 dənə həll elə nə oldu ki? Məsələ asan sual deyil ki. Sistemin ən böyük, tam yenə gəldik asan suallar. Biraz misallardan zövq aldıq dedik, yenə gəldik. Deməli, buradan hər tərəfi 2-yə bölərəm. X böyükdür 5-dən. Burada işini sağa ataq. Oldu mənfi 20. Düzdürmü? Bəli. X 5-dən böyük. Hər tərəfi vuraq mənfi 1-ə. İşarə dəyişdi, belə oldu. Bu qədər sadə.
İndi 5-dən böyük 20-dən kiçik, 5-dən 20 arası. Bunlar artıq bəsit şeylərdir uşaqlar. Hər dəfə dediyimiz kimi bunu belə yazmayın. Müəllim 5-dən böyükdür, 20-dən kiçikdir, orta həll 5-dən 20 arası və s. tapdıq da. Ən böyük həldə 19 olacaq təbii ki. Çünki 5-dən 20 arasında ən böyük 19 var. 40-a baxaq. 40-cı sual əslində uşaqlar bizə tanışdır. Hardan bilirik 40-cı sualı? Bax, fikir versəz deyir ki, x bundan böyükdür, bundan kiçikdir və sistem deyir. Yeganə həll varsa, orada əslində bir qiymət olmalıdır. Nə mənada? Məsələn, x böyük bərabərdir 4, x kiçik bərabərdir 4. Bu zaman nə olur? Bizim bir x-imiz var və burada 4. 4-dən böyüklər 4 daxil olmaqla, bir də 4 daxil olmaqla 4-dən kiçiklər. Onsuz da böyüklər və kiçiklər kəsişməyəcək. Amma sırf 4 qiyməti hər iki çoxluqda olduğu üçün bizim cavabımız buradan 4 olacaq. Demək ki, həm bu ifadə, həm də bu ifadə eyni olmalıdır ki, nə olsun? Yeganə həll olsun. Çünki 4-dən böyük bərabər, 4-dən kiçik bərabər nə oldu? Böyüklər və kiçiklər onsuz da üst-üstə düşmədi. Və burada sistem var, fikir versək, kəsişmə var. Birləşmə olsa deyərdim mənfi sonsuzluq, müsbət sonsuzluq. Elə buna görə də bizim buradakı ifadələrimiz nə olmalıdır? Eyni olduğu zaman deyə bilərsiniz ki, müəllim bu yeganə qiymətdə ödənir. 8a üzərinə gəl 2. 8a-nı və 2-ni bu tərəfə atsam, a kvadrat çıx 8a üzərinə gəl 12 bərabər 0. Bu da 2 və 6-da olacaq. Viet teoreminə görə vuranda 12 cəmləyəndə 8. A-nın hansı böyük qiyməti dediyi üçün doğru cavabımız 6 olacaq. Kiçik qiymət desə 2-ni götürərdik. 41 yenə eyni sualdır. Yeganə qiymət deyirsə uşaqlar nə edəcəyik? Bu iki ifadəni bərabər götürməliyik. A kvadrat üzərinə gəl 22 bərabərdir 9a üzərinə gəl 4. Yığaq bunları bir tərəfə. A kvadrat çıxılsın 9a, 4 də gəlsə bura 18 olar. Yenə vietə görə vuranda 18, cəmləyəndə 9, 3 və 6. Hansı kiçik qiymət dediyi üçün doğru cavabımız 3 olacaq burada da. Eyni sual idi. Ümid edirəm məntiqi anladınız ki, orada eyni bir qiymət olmalı ki, sola və sağa getdiyin zaman yalnız bu bərabərlik hissəsində ödənsinlər. Gəldim bura. Bərabərsizliyin ən kiçiyi tam 59 olarsa, bu yeni sualdır elə biləm. Görə hələ bu nə demək istəyir burada bizə? Deməli nə deyir? Tam 59 olarsa, ən kiçik tam 50. Onda biz yəni burada x-i axtaraq da, bizə x lazımdır burada. A çıxılsın 5. Buradan yazaq x minus 8 böyük bərabər 2a çıxılsın 14. Bizə lazımdır x-i tapmaq. X minus 8 böyük bərabər nə etməliyəm? Bunu bura bölməliyəm. Hər tərəfi a minus 5-ə bölməliyik qısaca. Sadəcə hər tərəfi a minus 5-ə böləndə biz bilmirik axı a minus 5 müsbətdir yoxsa mənfidir. Hər tərəfi nəyəsə böldüyün zaman bilməlisən onun işarəsini ki, bu işarəni dəyişim yoxsa olduğu kimi saxlayım, bilmirəm axı. Birinci halda fikirləşək ki, a minus 5 böyük olsun 0-dan. Bərabərlik halı təbii ki, məntiqsizdir, çünki 0-a bölmə yoxdur. Əgər böyük olsa uşaqlar, biz hər tərəfi böldüyümüz zaman a minus 5-ə, onsuz da a minus 5-ə müsbət qəbul etdim deyə bunlar ixtisar getdi. Oldu x minus 8, ixtisar getsə, burada aldım böyük bərabər 2a çıx 14 bölünsün a minus 5. Bu hansı şərt daxilində oldu? Əgər a minus 5 müsbət olarsa. İndi ola bilər ki, nə olsun? A minus 5 mənfi olsun. İkinci halda isə a minus 5-i mənfi qəbul edək. Yenə bunlar ixtisar getdi, hər tərəfi a minus 5-ə bölündə sadəcə nə baş verir? İşarə dəyişir. Bu cür olur. Mütləq, əgər sən böldüyün o ifadənin nə olduğunu bilmirsənsə, iki hissəyə ayır, bir dəfə müsbət, bir dəfə mənfi qəbul et ki, oradan məsələni həll edə biləsən. Baxın, buradan nə alacağıq? X böyük bərabərdir 8 üzərinə gəl bu ifadə. A minus 5. Burada isə x kiçik bərabər 8 üzərinə gəl bu ifadə. İndi diqqətlə baxsaq biz, nə demişdi bizə? Ən kiçik tam 59 olarsa, bu bərabərsizliyin ən kiçik tam 50 varmı uşaqlar? Bu axı sonsuza qədər gedir. Bu mənfi sonsuzluqdan harasa qədər gəlirsən. Heç vaxt bunun ən kiçik qiyməti ola bilməz. Daim həmişə kiçiyi var. Çünki niyə? Bir sərhəd yoxdur. Hara qədər istəyirsən get, mənfi sonsuzluq deyir bizə. Amma birinci halda ən kiçik qiymət var. Çünki bu böyüklər. Deməli, bunun minimum qiyməti məsələn 9 deyə bilərəm. 9 və 9-dan böyüklər desəm, ən kiçik qiymət 9 olar. Demək ki, ikinci hala baxmağa ehtiyac yoxdur. Birinci haldan davam edirik. Birinci haldan davam eləsək, nə olacaq burada? İndi nə olmalıdır? Ən kiçik qiymət 9 olmalıdır. Amma burada fikir versə, nə demişdi bizə? A parametrin ala biləcəyi qiymətlərin cəmini tapın. Burada deməli bir dənə qiymət yoxdur. Məsələn, ilk ağla nə gəlir? Məli, burada 1 deyin.
Bu da 1 olsa nə olacaq? 8 üstəgəl 1 x böyük bərabər 9. Alarıq 9 müsbət sonsluq, ən kiçik qiymət 9. Hər şey əla. Buradan da A-nı tapacağıq. Amma uşaqlar, məsələ odur ki, burada əgər ən kiçik qiymət demir axı bizə, ən kiçik tam qiymət deyir. Ən kiçik tam həlli 9 olarsa, yəni əgər belə bir şey alsan, məsələn 8 onda 5 deyək ki, nə olacaq bunun ən kiçik tam qiyməti? Yenə də müəllim 9 oldu. Demək ki, diqqətli olmaq lazımdır. Bu 8 onda 1 ola bilər, 8 onda 2 ola bilər, 8 tam %5 ola bilər. Hamısından sonra 9 gəlir. 8 tam %5-dən sonra gələn ilk tam ədəd hansıdır? 9-dur müəllim. Ona görə mən bunu 0 ilə 1 yarım intervalında götürürəm. Çünki 1 ola bilər, 9 olur, amma 0 ola bilməz. 0 olsa nə olacaq? 8. X böyük bərabər 8. Ən kiçik qiymət 8 oldu. Biraz 8-dən böyük olsun. Maksimum 9 ola bilər. Çünki 9 da olsa 9-dan sonra gələn ədədlər var. Bir də ən kiçik 9 oldu. Düzəldi. İndi mən fikirləşirəm ki, bu ifadə bax düşündürücü sualdır həqiqətən. A çıxılsınmış. Nə olsun? 1-dən kiçik bərabər, 0-dan isə böyük. Məntiqi başa düşürükmü? 8 tam nə qədər olsun, ya da ki 9 olsun. Amma 8-dən kiçik olmasın, 8 olmasın. Çünki 8-dən kiçik olsa, yaxud 8 olsa, ən kiçik tam qiymət elə 8-in özü olar. Amma 8-dən biraz yuxarı qalxan kimi artıq ən kiçik qiymət 9 olur. 9-un özü də olsa, yenə ən kiçik qiymət 9. Amma 9-dan biraz artdıqdan sonra 9 tam nə qədər? Tam hissə 10 olacaq. Ən kiçik tam hissə. Məntiqi anlayırıqmı? Gözəl məsələdir. İndi nə edirik uşaqlar? Biz A-5-ə nə demişdik? Müsbət demişdik, düzdür. Onda hər tərəfi A-5-ə vuraram. Düzdür, bunu ayrı-ayrı hesablamaqda olar əslində, amma məncə ən qısa həll bu olacaq. Hər tərəfi A-5-ə vursaq. A-5-ə 0-a vurduğumuz zaman 0. Burada A-5-i təzədən A-5-dən aparacam. 2A çıxı 14. Burada isə elə 1-i vuranda A-5-ə A-5. Burada 2 bərabərsizlik alıb. Bunları həll eləyək. Məsələn, bir bunu həll eləyim. 2A çıxı 14. Bir də bu birini həll eləyək. 2A çıxı 14. A-5. Yəni bunu ayrı həll edirəm, bunu ayrı həll edirəm. Buradan 14-ü bu tərəfə atacağam. 2A, hər tərəfi 2-yə bölsək, A 7-dən böyük olmalıdır. Burada isə A-nı bura atsam 14-ü ora, A kiçik bərabər 9 oldu. Mənfi 5, 14, 9. Deməli, nə olmalıdır? A-mız 7-dən böyük, 9 daxil olmaqla 9-dan kiçik. Yəni 8 var, bir də 9 var. Nə soruşurdu? Cəmin tapın deyirdi. 8 üstəgəl 9. Cavabımız 17. Gör, nə qəşəng məsələdir. Amma həqiqətən düşündürücüdür. Yaxşı ki, belə bir məsələ atıblar bura. Gəldim 43-ə. 43-də bizə deyir ki, uyğunluğu müəyyən edin. Burada nə edə bilərəm? Adi həll edəcəyik. Burada belə çox böyük bir hekayə yoxdur. 5x üzərinə gəl 3. Burada 2x üzərinə gəl 12. 2x-i bura at, 3-ü bura at. 3x kiçikdir 9, x kiçikdir 3. Həllər çoxluğu nə oldu? Mənfi sonsuzluq 3. Ən böyük tam həll nə oldu? 2. Çünki 3-dən kiçik nə var? 2 var. Ən böyük tam həll 2-dir. Sonra həllər çoxluğu da A variantı. Bu getdi. İkinci. Bunu yenə hesablayaq. 6x üzərinə gəl 9. 6x üzərinə gəl 12. 6x-lər getsə 9 kiçikdir 12. Bu da uşaqlar hər zaman doğrudur axı. 9 12-dən həmişə kiçikdir. Ona görə burada həllər çoxluğu nə olacaq? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Axı bu x-dən asılı deyilsən, x-ə nə verirsən ver, 12 9-dan böyükdür. X-dən asılı olmadığı üçün x-in istənilən qiymətlə doğrudur. Əməli birdən belə alsaydıq nə olardı? Boş çoxluq. X-ə nə verirsən ver, 9 12-dən böyük olmaz. Onda həlli yoxdur deyəcəkdik. Onu da demiş olduq. B də getdi. Gəldim bu suala. Bu hissəyə. 4x üzərinə gəl 20, üzərinə gəl 5x, 9x üzərinə gəl 12, üzərinə gəl 5. Deməli, 4x-dən 5x-in cəmi 9x olduğu üçün sağdakı 9x-dən islah getdi. 20 kiçikdir 18. Baxın, görürsünüz, bu heç vaxt doğru deyil axı. Deməli, həlli yoxdur. Bu da oldu D variantı. Yaxşı ki, bax, bunu da veriblər ki, biz nə öyrənmiş olduq? Həm onu, həm bunu gördük. İndi 44 təbii ki, özünüz yazırsınız birinci. Sonra mən deyirəm. Əvvəl baxın, görə yaza bildinizmi, sonra gəlin. Gözləyirəm, bax, sizə 5 saniyə. 2, 3x üzərinə gəl 18. 3x-i bura at, 2-ni ora at. 5x böyükdür 20, x böyükdür 4. 4 müsbət sonsuzluq. B variantı. Ən kiçik tam həlli təbii ki, nə olacaq? 5 olacaq. B, C. Bu birinci idi. İkinciyə baxaq. Bunu hesablayacağıq. Burada 20x üzərinə gəl 24,
20x üzərinə gəl 15. 20x-lər getsə 24 15-dən nə vaxt böyükdür? Həmişə böyükdür müəllim. Nə vaxt təbii ki, burada zaman bildirmir. Yəni x-in hansı qiymətlərində böyükdür? X-in istənilən qiymətinə böyükdür deyəcəksiniz. Üçüncü hala baxaq. Yenə bunu hesablayacağıq. Olacaq 10x üzərinə gəl 14 üzərinə gəl 2x 12x 30 və 3. Deməli 10x-dən 2x-in cəmi 12x oldu. Bu 12x-lə getdi. 14 böyükdür 33 oldu. Bu da heç vaxt doğru deyil. Deməli həlli yoxdur. Y variantını da bura yazacağıq. 45-ə baxaq. 45 uşaqlar ətraflı suallardandır. Fikir verin buradan bu sualdan 4 dənə var. İndi gəlin baxaq buradakı məntiq nədir? Bərabərsizliklər heyətinin deyir ki, həlli nə olsun? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Yəni bütün ədəd oxu olsun. Burada mövzu nədir? Heyət deyəndə söhbət birləşmədən gedir təbii ki. Mən burada məsələn bir A yazım, böyük bərabər A, bir də kiçik bərabər B yazım. İndi A ilə B-nin mövqeyinə baxaq görək. A ilə B arasında hansı əlaqə var? Onu biləndən sonra bu ikisi arasında əlaqə yaza bilərəm. Çünki A və B deyəndə buna A demişəm, buna B demişəm sanki. O cür düşünün. İndi mən görüm burada A ilə B bir-birlərinə görə hansı mövqedə yerləşirlər. Ola bilər ki, A harda olsun, sağda olsun, daxil olacaq, B də solda olsun. Ola bilər ki, B sağda olsun, A solda olsun. Ola bilər ki, bunlar üst-üstə düşsün. A burada, B burada. Bu da mümkündür. Birinci halda A-dan böyüklər götürdüm, bir də B-dən kiçiklər. Bunların birləşməsi bütün ədəd oxu olacaqmı? Xeyr, müəllim, bura boşdur. Hər ikisinə daxil olması üçün nə olmalı? Buralar da rənglənməli idi. Buralar olmadığı üçün nə deyəcəm? Bu mənfi sonsuzluq, müsbət sonsuzluq olmadı. Demək ki, A sağda olmalı deyil. Bu arada sağda olmaq böyük olmaq deməkdir. Ədəd oxunda nə qədər sağdasansa o qədər böyüksən. Deməli A B-dən böyük ola bilməz. Bu halımız getdi. Çünki mənfi sonsuzluq, müsbət sonsuzluq olmadı. Özünüz də görürsünüz. İndi ikinci hala baxaq. Burada isə x A-dan A daxil olmaqla A-dan böyükləri götürdüm. Bir də B daxil olmaqla B-dən kiçikləri götürdüm. Birləşmə mənfi sonsuzluq, müsbət sonsuzluq oldu mu? Oldu müəllim. Demək ki, B sağda ola bilər. Yəni B A-dan böyük olmalıdır. Bəs bu biri hala baxaq. Bu da mümkündürmü? Əslində bunu da ayrı bir hal kimi yazdım, amma bunu görəcəyik indi. A-dan böyüklər, B-dən kiçiklər. Bunu belə yuxarıdan yazım istəyirsən. Yenə birləşmə mənfi sonsuzluq, müsbət sonsuzluq olmadı mı? Burada bir dənə nöqtə var. Bunlar da daxil olduğu üçün bəli, yenə oldu. Demək ki, bu B, fikir verin. Nə qədər sağa gəlsə, bura qədər gəlsə əgər, yenə də bu mümkündür. Burada bir dənə kəsmə oldu sanki. Məsələ odur. Bunlar düşdü üst-üstə. Bu zamanda, yəni bir dənə xətt olmayacaq, bir dənə xətt bir dənə yerdə olacaq da. Qalanlar hamısı, daha doğrusu iki dənə xətt olmayacaq. İki dənə xətt bir dənə nöqtədə oldu. Həm B, həm A daxil olduğu üçün burada üstə düşür. Qalan xəttlər bu bir tərəfdə var, bunlar bir tərəfdə. Bu qədər sadə. Yəni kəsmə bir element oldu sanki, belə düşünün. Bir də var ki, kəsmə daha da çoxala bilər. Nə qədər bunu sağa atsan, kəsmə o qədər çoxaldı. Fikir verin. Demək ki, qısaca ya B A-dan sağda olmalıdır, ya da elə A B-yə bərabər olmalıdır. Bərabər də olsa mənfi sonsuzluq, müsbət sonsuzluq, B böyükdə olsa olar. Məsələn, bir dənə nümunə yazım. B böyük bərabər 4, daha doğrusu x böyük bərabər 2 bərabər 4. X-dən yazdım 4. Bura 4 yazıram. 4 və 4-dən böyüklər, 4 və 4-dən kiçiklər. Birləşmə nə oldu müəllim? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Əla. İndi başqa bir şey yoxlayaq. Demişdik ki, nə olsun? B böyük olsun. Bunu məsələn 7 götürüm. Bu dəfə də deyirik 7-dən kiçiklər, bir də 4-dən böyüklər. Birləşmə nə oldu? Yenə mənfi sonsuzluq, müsbət sonsuzluq. İndi başqa bir hal yoxlayaq. Bunların yerini dəyişirəm. Bu 7 olsun, bu 4. Və burada alınmayacaq. Demişdik ki, çünki A B-dən böyük ola bilməz. Həqiqətən ola bilməz. Özünüz də baxacaqsınız. İndi bura 4 yazdım, bura 7 yazdım. Düzdürmü? Bəli. 4-dən kiçiklər, 7-dən böyüklər. Birləşmə nə oldu? Mənfi sonsuzluq 4, 7-dən müsbət sonsuzluq. Buralar olmadı birləşmədə. Əla, artıq ümid edirəm razısınız məndən. İndi gəlin burada tətbiq eləyək bunu. Demişdik ki, nə olsun? B A-dan ya böyük olsun, ya ona bərabər olsun. Qısaca B böyük bərabər A deyək də. Niyə uzadırıq ki? Ya böyük, ya bərabər. Böyük bərabər A deməkdir. Bizdə B nədir uşaqlar? Bax, B buradır. Bu B-dir. Bu da A-dır. Hani bunda sarı rəngdir. B A-dan böyük olmalıdır. Buna A deyim. Buradan yadda saxlayaq. B A-dan böyük olsun. İndi yazıram. Başqa bir rəng seçək sizin üçün. Deməli, B-miz A kvadrat üzərinə gəl 3A üzərinə gəl 5-dir. Bu dedik ki, böyük bərabər 2A kvadrat çıx 5A üzərinə gəl 17-dən. Hamısını yığaq bir tərəfə istəyirsiniz. A kvadrat var. İkisi də gəlsə mənfi olduğu üçün çıxılacaq. 3A var. Mənfi 5A gəlsə toplanar 8A olar.
17 gəlsə o da mənfi olacaq. 12 oldu. Böyük bərabər 0. Bunu da vuraq mənfiyə. Olacaq a kvadrat çıx 8a üzərinə gəl 12 kiçik bərabər 0. Buradan bir kökümüz, 2 bir kökümüz nədir? 6-dır. Vuranda 12, cəmində 8. Bu uşaqlar intervallar üsuludur. Bunu belə vuruqlara ayırıq. A-2, A-6. Bundan danışacağıq. Deyəsən, gələn bölməmizdə artıq gəlir o intervallar üsulu. Bundan sonraki bölmədə ətraflı danışarıq. Bura 2 yazıram, bura 6 yazıram. Oradakı bütün məntiqi sizə izah edəcəm ki, niyə, necə olur, nə necə olur və niyə olur. Deməli, buradan altdan böyük 100 versən, məsələn, A-ya, bu da müsbət, bu da müsbət. Hasil müsbətdir. Amma 5 versən, bura mənfi, bura müsbət. Cavab mənfi oldu. 2-dən sonra qiymət versən A-ya, məsələn 1 versən, bu mənfi, bu da mənfi, vuranda müsbət. Əla. Bizə mənfi isə lazım olduğu üçün 2-6 parçası deyəcəm burada. 2-6 parçası. Məsələ bitdi uşaqlar. Nə soruşurdu? Tam qiymətləri cəmini tapın. 2 üstə gəl, 3 üstə gəl, 4 üstə gəl, 5 üstə gəl, 6. Deməli, 1-dən 6-ya qədər cəmləsəydim, 21 deyərdim. 1 çıxaram, 20 deyərəm. Belə deyilmi? Qaussla getdim. 1-dən başlasam, 6 vur 7 bölü 2, deməli 42 bölü 2, 21 olardı. 1-i çıxıram, 20 deyirəm. Qəribə bir üsul. Yenə növbəti misalımızda uşaqlar. Eyni misalda əslində fikir versəz. Biz nə demişdik? Bura B-dir, bura A-dır. B A-dan böyük bərabər. Yenə baxın, forması tam olaraq eynidir. İşarəyə diqqətlə baxsaz tam olaraq eynidir. Ümumiyyətlə hamısı eynidir bunların. Onda mən deyəcəm ki, yenə burada A kvadrat üzərinə gəl 4A üzərinə gəl 6 nə olmalıdır? Böyük bərabərdir yuxarıdakından. 2A kvadrat çıx 3A üzərinə gəl 16-dan. Yenə hamısını yığıb bir tərəfə. Mənfi A kvadrat üstə gəl 7A çıx 10 böyük bərabər 0. Mənfiyə vursam çıx 7A üzərinə gəl 10 kiçik bərabər 0. 2 və 5 düzəldi. Onda qısa yazılmışlar 2, 5 parçası olacaq. Çünki niyə? 2 və 5-i tapdım, burada qeyd elədin. Daha qısa üsulu budur bunun. Danışarıq bunda. Plus, minus, plus. Bayaq kimi eləsək, mənfi isə bura düşür. 2, 5 parçası. Deməli, 2 ola bilər, 3 ola bilər, 4 ola bilər, 5 ola bilər. 1-dən 5-ə toplasaydınız, nə deyərdiniz? 15 deyərdiniz. 1 çıxsaz, 14 deyərsə, yenə Qaussla getdik. Daha tez tapdıq. Sonra 47 yenə də eyni məsələdir. Tam olaraq eyni məsələdir. Ona görə yenə 2A üzərinə gəlir 9 böyük bərabər olsun 4A minus 1. Sonra hamısını istəyir bu tərəfə atırsa bunu vuraq, bunu vuraq. 1 bura gəlsin. 2A-da sağa getdiyi zaman çıxılacaq. 10 böyük bərabərdir. 2A hər tərəfi 2-yə bölsəm A kiçik bərabər 5 oldu. Ala biləcəyi natural qiymətlərin cəmini tapın. Yəni 5 ola bilər, 4 ola bilər, 3 ola bilər, 2 bir də 1. Bunda Qaussla geçsək nə deyərik? 5 vur 6 bölü 2 yəni 15. Məsələ bitdi. 48 yenə burada eyni məsələdir. 3A üzərinə gəl 8 böyük bərabərdir. 5A çıx 4. 3A-nı ora ataq, 4-ü bura ataq. Bura 12 oldu, bura isə 2A oldu. 2-yə bölsəm A kiçik bərabər 6. Bu da bizə nə olacaq? 1, 2, 3, 4, 5, 6-ya qədər cəmlədim. Çünki ala biləcək natural qiymətlərin cəmini istəyir. Qauss bizə dedi ki, 6-nı özündən bir vahid böyüyə vur, 2-yə böl. Bu da 21 oldu. Gəldim son suala. Bu nədir belə? AX kiçik bərabər B. A bizdə varmı? A var imiş, bax 2. Deməli 2x kiçik bərabər B hardadır? B də bax buradadır 7-dən. Buraya yazdım 7. Sonra Cx. C bizdə nədir? 4-dür. Böyük bərabər. D nədir? D də buradadır. D də 6-dır. Yuxarıda hər tərəfi 2-yə bölərəm. 3/5-dən kiçik bərabər oldu. Burada isə 4-ə bölsəm 1/5-dən böyük bərabər. Yəni qısaca 1/5 ilə 3/5 parçası olacaq cavabımız. Başqa sualınız varmı? Yox. Belə əziz şagirdlər, sualların sonuna gəldik. Çox maraqlı bölmə idi. Bundan sonraki bölmələr daha da maraqlıdır. Ümid edirəm sizə faydalı oldu. Videonu bəyənməyi, paylaşmağı, şərh yazmağı unutmayın. Kanala da abunə olsa çox sevinərik. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.